Salam, Qobuda gəlmişik Milyonerlər məhəlləsində. Belə sizi şəxsi bir tikili, çıxarışlı nənənin evi ilə tanış edirəm. Yəni bildirim ki, ev 2 mərtəbəli nəzərdə tutulub, imkanları çatmadığına görə ikinci mərtəbəni qaldırmayıblar. Birinci mərtəbəsi ilə sizi tanış edirəm. Belə bir bağı bustanı var. Böyük bir darvaza. Bura avtomobil daxil ola bilir. Deyim ki, quru bir ərazidir. İkinci mərtəbə dediyim yer pilləkənlər atılıb, kəmərlər tökülüb. Amma ikinci mərtəbə hazır deyil. Burada bir hamam hissəsi, burada da bir mətbəxi var. Bildirim ki, ev şəxsi evdir. Belə bir digər mətbəx hissəsi. Çox fərqli, auralı bir evdir. Belə bir salon hissəsi var. Həqiqətən çox gözəl bir evdir. Piano da var. Yox, narahat olmayın. Digər mətbəx otağımız. Yəni aşağı hissəsində 2 dənə mətbəx hissəsi var. Evin yan hissələri, həyətdə də gördüyünüz kimi geniş bir hamam hissəsi var. Gedirəm yataq hissəsi. Burada da bir yataq hissəsi var. Belə bir kiçik pəncərəsi var. Oranı qırıb götürə bilərsiniz. Geniş pəncərə. Burada da pəncərəsi var. Bir də banka qoymağa burada yeri var. Qiymət 55.000 manat.